Balçılı kənd Cavanşir Nazırov adına bir nömrəli tam orta məktəbi, Nadil kənd tam orta məktəbinin, Xəqani kənd tam orta məktəbinin və Balçılı kənd 2 saylı tam orta məktəbinin pedaqoji kollektivinin iştirak etdiyi səmimiyyət və dostluq ruhunda keçirilən görüşə ev sahibliyi etdi. Tədbir məktəbin həyətində açıq havada təşkil olunmuş çay süfrəsi ətrafında başladı. İştirakçılar əvvəlcə vətən uğrunda canından keçmiş şəhidlərimizin və bir zamanlar bu müqəddəs təhsil ocağında dərs deyən və bugün dünyasını dəyişmiş olan müəllimlərimizin əziz xatirəsini yad etdilər. Samavar çayının xoş ətri ətrafa yayılarkən məktəb rəhbərliyi və qonaqlar çıxış edərək təhsil işçiləri arasında belə görüşlərin əhəmiyyətindən danışdılar və səmimi ürək sözlərini bölüşdülər. Çay süfrəsi arxasında danışılan maraqlı söhbətlər, xoş xatirələr və aparılan fikir mübadilələri tədbirə xüsusi rəng qatdı. Bu görüş bir daha onu göstərdi ki, müəllimləri bir araya gətirən ən böyük dəyər qarşılıqlı hörmət, dostluq və həmrəylikdir. Daha sonra müəllimlər idman zalında voleybol oyunu oynadılar. Burada əsas məqsəd voleybol yarışı keçirib qalibi müəyyənləşdirmək deyildi. Əsas məqsəd kollektivlər arası əlaqəni gücləndirmək və asudə vaxtı səmərəli keçirmək idi. Oyunun hər anı xoş ovqat, gülüş və mehriban münasibətlə yadda qaldı. Düşünürük ki, belə görüşlər məktəblər arası əlaqələrin möhkəmlənməsinə, pedaqoji kollektivin bir-birini yaxından tanımasına və dostluq münasibətlərinin inkişafına çox yaxşı təsir göstərir. Sonda bunu da deyim ki, bu görüş xoş təəssüratlar, unudulmaz xatirələr və gələcəkdə baş tutacaq görüşlərə böyük ümidlərlə başa çatdı.